Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində bax belə 2 mərtəbəli ev satışa çıxarıldı. 3 sotun içərisindədir, 130 min manatadır. Çox gözəl, yaraşıqlı və yüksək keyfiyyətlə tikilmiş bir evdir. Paket kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Qaz, su, işıq, sayğacların hamısı var. Kanalizasiyası da ki, mərkəzi kanalizasiyadır. Yerləşdiyi ərazidə bilirsiniz hardadır. İnternetin kurğu var, panorama. Düz elə orada yolun qırağındadır. Demək olar ki, yoldan ikinci ev. Yəni yoldan ikinci ev, heç bir 30 metr, 40 metr məsafəsi yoxdur. Mütləq gəlin bu evə baxın. Əvvəldən onu deyim ki, birinci mərtəbə boydan boya hamısı istipoldur. Düzdür? Bəli, bəli. Birinci mərtəbə hamısı istipoldur. İndi davam eləyək. Bax belə koridorla bir dənə də ayaqqabı soyma pirxoş var. İndi onu da göstərəcəm. Buradan bax birbaşa gəlirik qonaq otağına. Bax siz zəhmət olmasa oradan çəkin. Orada durun, mən zəhmət olmasa çəkin. Bax belə. Bu bunun qonaq otağıdır. Bax görürsünüz, çox böyük, səliqə sahmanlı, yaraşıqlı qonaq otağıdır. Bax. İçindəki əşyalardan da qismən qalacaq evin içərisində. İndi gəlib onu ev yəsinin özü ilə danışarsınız. İndi siz bir dənə zəhmət olsa oradan buranı da çəkin, burada düşsün. Deməli, 1 ilə 2-nin arası monolitdir. Şəxsi özləri üçün tikilmiş evdir. Bax, məsafəyə baxın, bax, dururam bura görəsiniz. Tək qonaq otağı neçə kvadratdır bilmirsiniz? Tək qonaq otağı 29 kvadratdır. Çox yüksək keyfiyyətlə tikilmiş, yaraşıqlı, səliqə səhmanlı evdir. 130 min manatadır. 130 min manatdan ev sahibi özü endirim eləyəcək. Yəni qiymətindən narahat olmayın. Bir də ərazini deyirəm, Saray qəsəbəsində internetin kurğu var, panoramanın kurğu. Düz yolun qırağında 30-40 metr məsafədədir yoldan arası. Bu qonaq otağı idi. Bax görürsünüz, qəşəng ramkalarla bəzədilib. Müasir üslubda təmir olunub. Gəlib mütləq bu evə baxıb bəyənəcəksiniz. İndi bilmirəm çəkilişdə necədir, amma mütləq onu bilirəm ki, bəyənəcəyiniz bir evdir. Qiyməti də münasibdir. 130-dan da hələ aşağı endirim olunacaq. Davam eləyək. Buradan gəlirik mətbəxə. Bax, bu da mətbəxidir. Görürsünüz, bax, oradan zəhmət olmasa çəkin. Bax, belə qəşəng səliqə səhmanı mətbəx mebeli var. Görürsünüz, bax, belə açılan mətbəx mebeldir. Mərmərdir, burası tökmə mərmərdir. Sonra başqa nə izah eləyəcəkdik? Bax, belə də gördüyünüz çox qəşəng səliqə səhmanıdır. Aspiratorudur, qaz peçidir, hər bir şey hazır vəziyyətdədir. Yəni, yaşayışa tam hazır olan bir evdir. Mütləq gəlin bu evə baxın. Qonaq otağını göstərdim sizə, mətbəxi göstərdim. İndi sanitar qovşağına baxaq. Bax, bu da sanitar qovşağıdır. Görürsünüz? Bax, kabinası nə qədər var, kabinanı da göstərək. Bax, belə. Hə. Bax, belə. Birinci mərtəbə boydan boya hamısı istipoldur, ikinci mərtəbədə radiatorlar var. Bax, buradan bir dənə zəhmətimizi göstərək. Bu kombinin yeridir. Bu da istipolun kollektor sistemi ilə, istipolun nöqtə qrantlardır. Yəni, istəsiniz oradan bağlaya bilərsiniz. Burada da bax, belə bir qapıdan içəri girəndə pirxoza var, bax. Görürsünüz, bax, belə. Burada istipoldur da. Bax, burada istipoldur. Burada girirsiniz qapıdan içəri, həyət qapısından girirsiniz içəri. Bax, bura belə bir şkaf qoyulub, güzgü qoyulub. Ondan sonra bu qapıdan giririk, aşağıdakı otaqlarda sizə izah elədim. İndi pilləkənlərlə qalxırıq ikinci mərtəbəyə. Görək ikinci mərtəbədə nəyi var. Ümumi 4 otaqlı evdir də. Hə, ümumi 4 otaqlı evdir. Yuxarıda 3 dənə yataq otağıdır, aşağıda bir qonaq otağı. Qalxdıq bura ikinci mərtəbəyə. Bax, görürsünüz nə qəşəng səliqə səhmanlı evdir. Kondisionerlərdən zatlar da hamısı qalacaq evin içərisində də, düzdür? Bəli, kondisionerlər qalacaq. Hə, kondisionerlər evin içində qalacaq. Qalan əşyalar da gəlib ev sahibinin özü ilə danışarsınız. Özü sizə izah edəcək, nə götürüləcək, nə qalacaq. Davam eləyək, məsələn, bax, burada bir yataq otağı var, ona baxaq. Bax, bu yataq otağına baxın. Bax, bir yataq otağı burada. Biri buradadır, bu biraz böyük yataq otağıdır. Bax, bura baxın. Bu neçə kvadratdır görəsən? Bu aboydur, belə yox. Aboydur, emusiyadır. Emusiyadır, divarlarına bəziləri var, emusiya ilə rənglər, işıqlıdır, ağ rəngdədir, ona görə çox işıqlı, səliqəli, səhmanlı görsənir. Bax, belə. Bax, belə. 130 min manata satışa çıxarılıb, qiymətindən mütləq ev sahibi özü endirim eləyəcək. Bir otaqda buradadır. Buranın işığı hardadır? Hə, bir otaqda buradadır. Bura iş otağıdır da, yəqin. Bura bəli. Bax, belə. Bir otaqda buradadır. Burada kamera sistemi də var. Ev bütün kamerayla təchiz olunub. Təhlükəsizlik kameraları var. Bu da ikinci mərtəbənin sanitar qovşağıdır. Bu təmir olunmayıb da, amma. Bu təmir olunur. Hə, bu da ikinci mərtəbənin sanitar qovşağıdır. Bax, belə vəziyyətdədir. Bax, belə. İndi bir də izah. Hörmətli izləyicilər, bu da həmən evin qapısıdır. Yəni, ev qapısı. Elə bir ev qapısından çıxdıq bura. Bura pirxozdur, ayaqqabı soyulan yerdir, amma burada istipoldur. Buradan sonra ümumi qapını açıb çıxırıq həyətə. İndi gəlin həyətə baxın. 3 sotun içərisindədir ümumi. Bax, bu gördüyümüz ərazi 3 sot ərazidir.
paket kupsalı evdir. Bax görürsüz, bütün meyvə ağaclarıdır. Güllü çiçəkli bir həyətdir. Mütləq gəlin bura baxın. Bütün meyvə ağacları da var, güllər də var, fərqli güllər var. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində, internatın qurğunda, panoramanın qurğunda 3 sotun içərisində 2 mərtəbəli evdir, 1 ilə 2-nin arası monolitdir. Çox yüksək keyfiyyətlə tikilmiş evdir. Gələndə burada görəcəksiniz. 60-ın 40-a fundamentdir, 1 ilə 2-nin arası monolitdir, əlavə kəmərləri də var, beton sütunları da var. Mütləq gəlin bu evə baxın. Qaz, su, işıq sayğacı var. Evdə paket kupsadır. Yəni nəqd satışa da yararlıdır, ipotekaya da yararlıdır. Allah alanı da satanı da xeyir versin. Sağ olun.